Və həmçinin qardaşlar, biz görürük bu ayədə ki, Allah subhanahu wa ta'ala deyir axırda فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ. Gərək onlar da mənim çağırışımı qəbul edib, mənə iman gətirsinlər ki, doğru yolu yetişsinlər. Doğru yol qardaşlar, təkcə İslam, düzgün əqidə deyil. Doğru yol, yəni doğru qərarlar. Gündəlik biz yüzlərlə problemlərlə rastlaşırıq. İstər ailədə olsun, istər işdə olsun, istər qohumlarla olsun. Və biz bilmirik hansı qərar yəqinliklə, bilmirik hansı qərar düzgün alır. Və bu da kamil hidayətdir. Ona görə hər bir bu məsələdə, hər bir addım, hər bir saat Allahın hidayətində ehtiyacımız var. Ona görə də Fatihə surəsində namazda neçə dəfə qılırıq. Həmişə deyirik, ehdina sırat-ı müstəqim. Bizi düzgün yolla apar. Və Allah subhanahu wa ta'ala burada buyurur. Nə etməliyik ki, Allah subhanahu wa ta'ala bizə nəsib etsin, müvəffəq etsin bizi ki, biz düzgün qərarlar edək. Düzgün addımlar ataq, düzgün qərarlar. Görürsünüz, Allah subhanahu ta'ala deyir ki, neynəsinlər? فَلْيَسْتَجِيبُوا لِي. Yəni, mənim çağırışımı qəbul edib, yəni mənə itaət eləsinlər. Mənə itaət eləsinlər, mənə iman gətirsinlər. لَعَلَّهُمْ يَرْشُدُونَ. Ki, doğru yolu yetişsinlər. Ona görə bu kimi ayələr çoxdur.